və Sibrizdə keçirilən NCF 5 turnirin artıq ikinci main cardın döyüşü Məhərrəm Həsənzadə və Ahmet Moxsen. 3-0 rekordu saxlayan gənc Misirli döyüşçü təcrübəli Məhərrəm Həsənzadəyə qarşı çıxır bu döyüşdə və döyüşçülərin ikisi də hazırdılar. Rəqibi Məhəmməd Rəm Qasanzadəyə qarşı müharibə göstərmək istəyir və face-to-face-də biz görmüşük. Ciddi yanaşıb bu döyüşə. Sağ klinçdən başladılar. Düzlə zərbə vurdurur. Aperkotlar. Çox agresiv başladı səndiyyədir. Amma onun rəqibi ondan geridə qalmır. Çox maraqlı high-kick idi. Karate high-kick və Məhərrəm Həsənzadə takedown. Gözəl takedown idi. Elədir, amma çox təhlükəli vəziyyətə düşür burada Məhərrəm Həsənzadə. Boğucu fən oluna bilər. Xeyr, ayaqlarını keçirməyib və burada cəhd edir ayaqlarını keçirməyib. Amma məncə Məhərrəm Həsənzadə üçün bu heç bir problem olmayacaq, çünki onun grapplingi yüksək səviyyədədir. Amma təhlükəli mövqedir əlbəttə ki. Bəli. Görək bu mövqe, görək Əhməd Möhsən bu mövqe yaxşılaşdıra biləcək yoxsa yox. Döyüş partıra keçdi. Biz həm ayaq üstə biraz döyüşünü müşahidə etdik. İndi isə döyüş partırdadır və Məhərrəm Həsənzadə side kontroldadır. Rəqib yapışıb və buraxmaq istəmir Məhərrəm. Bilir ki, buraxsa Məhərrəm Həsənzadə zərbələri ilə onu çox pis onun sıfırını götürəcək. Bəli. Məhərrəm Həsənzadə crucifix fənni eləmək istəyirdi, amma alınmadı. Artıq görünür ki, Məhərrəm Həsənzadə təhlükəli vəziyyətdən çıxdı və burada heç bir problem yoxdur onun burada üçün. Sever-Yug fəndini də yoxlaya bilər. Yəni North-South. Yox, side Side kontrolda kontrolda normaldır. İndi isə Məhərrəm Həsənzadə tərəfindən biz maraqlı güləş fənləri və parterdə işləməyini görürük. Peşəkarcasına mövqəni dəyişdirib və full mount'a keçdi. Bəli, indi başladı artıq zərbələrə. Ümumiyyətlə full mount'a keçəndə mənim fikrimcə 50% qələbənin artıq səndədir. Əlbəttə ki. Çünki full mount mövqəsi çox Təhlükəli mövqedir. təhlükəli mövqədir və altda olan döyüşçü üçün ağır zərbə yuxarıdan gəlir. Bəli, əgər atda olan döyüşçü partiyada anlayışı olmasa bu Super eləməyə çalışırdı, amma alınmadı. Məhərrəm Həsənzadə bu swoopuna qarşı fən işlətdi və yenə öz pozisiyasında qaldı. ki versə Məhərrəm Həsənzadə hər bir saniyədə mövqeyini dəyişir və bu onun partiyada necə gözəl işləməyini göstərir. Və artıq dizi ilə qarnının nahiyəsinə qoydu və bu dirsək dirsəklə zərbə oldu. gözəl zərbələr vurur. Çox ağır zərbə idi, mən sənə deyim. Gözəl kontroldur. Bəli, dizlə ilə- saxlayır, dizlə, kontrol edir. Bəs sənin fikrincə bu Bəli. full mount-a niyə keçmir? Çünki burada zərbə vurmaq daha rahatdır. Dizlə kontrol edib və sağ əllə zərbə yönləndirmək üzrə. Crucifix artıq biz görürük. Dirsək zərbəsi. Çox təhlükəli mövqədir. Ahmet Moxsen üçün Yenə də saytdan 2 dənə dirsək Məhərrəm Həsənzadədən. çox peşəkar canısına zərbələr endirir Məhərrəm Möhsən. Həsənzadə. İstəyir bu vəziyyətdən çıxsın, amma alınmır ondan. Fikir ver, Moxsen də hərəkət edir. Çalışır eləməyə. Sakit, uzanmır və zərbələri gözləmir. Bəli. Amma məncə bu Məhərrəm Həsənzadə üçün heç bir problem eləmir. Çünki o öz mövqeyini yaxşı saxlayıb, yaxşı kontrol edir və orada yavaş-yavaş öz işini görür. İdarə eləmək ən Buradan da balığa vacib keçir bir məqamdır. və yox. Yenə crucifix. Ağır zərbələr endirir. Hakim saxlaya bilər bu döyüşü. Vaxtından əvvəl, amma Möhsen çalışır bu mövqədən çıxsın, amma vəziyyət çox təhlükəlidir. Möhsen can verir, məncə çalışmır. Yenə də zərbə. Bir tərəfli döyülmədir. Əgər belə davam eləsə hakim saxlaya bilər bu döyüşü. Çünki həddindən artıq çox zərbələr buraxır Əhməd. Dominantlıq göstərir Məhərrəm Həsənzadə bu döyüşdə. Ağır zərbələr endirir. Həqiqətən dəqiq və ağır. Bəli. Kontrol çox mükəmməldir. Demək olar ki, Əhməd Möhsən demək olar ki, blok edib bədənini. Heç bir qarşı durma eləyə bilmir Məhərrəm Həsənzadəyə Müqavimət qarşı. göstərə bilmir. Yox, bir tərəfli döyüş gedir.
Məhrəm Həsənzadə peşəkarcasına öz qreplingini göstərir. Hər saniyə vəziyyət dəyişir. Hər saniyə Məhrəm Həsənzadə öz Döyüşün çaşdırır da o. Bəli. İndi də mount görürük və buradan da zərbələr yerləndirir. Yenə keçdi side kontrola. 10 saniyə qalıb və Möhsen bu zərbələrə dözdü, mən Bəli. sənə deyim. Əzmkarlıq nümayiş etdirdi. Məhrəm Həsənzadə isə dayanmır. Burada biz Yenə zərbələr, yenə zərbələr. Məncə burada onu xilas edən vaxt oldu. Bəli. Mənim fikrimcə əgər döyüş yarım dəqiqə Və 10 saniyə bir davam eləsəydi, döyüş bitəcəkdi. Məhrəm Həsənzadə həqiqətən öz güləşini göstərir. Həmişə ümumiyyətlə bütün döyüşlərdə nümayiş etdirən ən mükəmməl grappling və güləşi biz izləyə bilərik Məhrəm Həsənzadədən. Sən Məhrəmlə məşq eləmirsən? Yox, hələ məşq eləməmişik, amma bizim onunla dost münasibətimiz var. Birbirimizi hər döyüşdən sonra təbrik edirik. Ümumiyyətcə Məhrəm Həsənzadə Azərbaycanın kənar arenalarda öz sözünü deyib. Əlbəttə, Rizmdə vuruşan idmançıdır və biz fəxr edirik ki, bugün Azərbaycanda öz döyüşünü göstərir və Azərbaycanlı azərkeşlər üçün bir bayram yaradır. Bəli. Həqiqətən bugünkü kartda NCF 5-də Sibirdə keçən yarışda Azərbaycanın xaricdən vuruşanlardan ən yaxşı döyüşçülərdir demək olar ki. Bəli. Bəzilər müqavilə bağlayırlar başqa təşkilatlarla, biz onları çağıra bilmədik. Amma bu günə ən yaxşı döyüşlərdən biriləri hamısı məhz Sibirdə toplanır və NCF 5 turnirində iştirak edirlər. Və Məhrəm Həsənzadəni həqiqətən burada görmək bizim üçün çox sevindirici haldır. Beləliklə ikinci raund başlayır. Bir tərəfli raundu biz artıq müşahidə etdik. Məncə ikinci raundda əgər belə davam eləsəm, Məhrəm Həsənzadə elə vaxtından əvvəl bitirər bu döyüşü. Çünki ayaqları Əhməd Möhsənə vaxt kömək elədi. Korpusa zərbə Məhrəm Həsənzadədən, yenə də pressingini göstərir. Hayki! Məhrəm Həsənzadə həm də ayaq üstə özünü çox yaxşı hiss eləyir. Low kick, amma boşa getdi. Və yenə də takedown cəd və gözəl, çox cəld takedown. Bəli. Timing. Yenə zərbələr, ağır zərbələr. Hakim saxlaya bilər bu döyüşü. Və döyüş saxlanıldı. Bitdi. Texniki nakavt. Çox gözəl. Timing, çox gözəl zərbələr. Afərin Məhrəm. Texniki nakavtla bu döyüşdə qələbə qazanır. Rəqib hələ də özünə gələ bilmir. Məhrəm Həsənzadə. Rəqib hələ də özünə gələ bilmir. Mən sənə deyim ki, rəqib də əzmkarlıq nümayiş etdirdi bu döyüşdə. 3-0 rekordu saxlayan döyüşçü Məhrəm Həsənzadə qarşı çıxıbsa, o deməkdir ki, bu döyüşçüdə əzmkarlıq var və xarakter var. Demək olar ki, amma Məhrəm Həsənzadə məncə Məhrəm Həsənzadə çox maraqlı grappling göstərdi bizə birinci raundda. Hər bir saniyədə pozisiyanı dəyişirdi, hər bir saniyədə öz istədiyini eləyə bilirdi. Onun rəqibinin partini necə üstün olduğunu göstərdi. O sübut elədi ki, o yalnız qələbə üçün yaşayır. İkinci raundda 36-cı saniyədə texniki nakavtla qalib gələn Məhrəm Həsənzadə. Məhrəm Həsənzadə texniki nakavtla qələbə qazanır. Təbriklər Məhrəm Həsənzadəyə. Həqiqətən 36-cı saniyədə ikinci raundda nakautu sala bilərdi. Texniki nakavtla döyüşü bitirdi və öz bacarığını nümayiş etdirdi bizə. Biz çox sevinirik ki, belə bir döyüşçülər həqiqətən Azərbaycan bayrağını xaricdə qaldırırlar.